Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər və abituriyentlər. Biz sizinlə keçən dəfə birinci bölməni yekunlaşdırdıq dimlə. İndi ikinci bölməyə başlayırıq. Söhbət Python bölməsindən gedir təbii ki. Dövr operatoru, ədədlər üzərində əməllər. Bu hissədən başlayaq test izahına. Birinci sualdan görək nə istəyir bizdən. Deməli, while operatorudur. While operatorun haqqında keçən dəfə dedim ki, bu nə qədər ki deməkdir. Yəni, nə qədər ki şərt ödənir, onda dövrün gövdəsi icra edilməlidir. E, N-in başlanğıc qiyməti 1-dir. Biz nə vaxt dövrə yox deyəcəyik? Əsas onu tapmalıyıq ki, dövrdən nə vaxt çıxarıq? N böyük bərabərdir 5 olanda dövrdən çıxmalıyıq. Və print N dövrün gövdəsindədir, sonunda da bir dəfə icra ediləcəkdir. 1 kiçikdir 5-dən deyirəm bəli və 1 çap olundu. Çünki n istəyir ki, çap edək. Və print n-in daxilində görmədiyimiz bir /n var ki, o da yeni sətrə keçirəcək növbəti çap əməliyyatını. Sonra gedirəm n-i 2 mislini tapıram. N olur 2. 2 kiçikdir 5-dən, bəli, və print n, yəni 2-ni çap edirəm. Sonra yenidən n-in yeni bir qiyməti daha doğrusu icra olunur. Yəni n bərabər 4 olur. Çünki 2 mislini tapırıq. 4 kiçikdir 5-dən, bəli, və 4 yenə çap olunur. Və n bərabərdir. N 2-yə vururuq, eləyir 8 və bilirik ki, artıq bu şərt ödənməyəcək. Çünki bizdə 8 kiçik deyil 5-dən. O zaman n-in son qiyməti 8 idi və sonda bir dənə sərbəst printimiz var. O da çap olunur 8. Yəni 1, 2, 4, 8 qiymətləri çap olunmuş olur. Variantlara baxsaq, cavabımız olacaq C variantı. İkinci sual nümunəsi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. S-in başlanğıc qiyməti 4-dür. Və for i in range, range də ümumiyyətlə sonuncu qiymət götürülmür. Yəni bizdə i-miz burada 0-ı, 1-i, 2-ni alacaq. 3 götürülməyəcək. 3 dövrümüz olacaq. Və nəzər yetirsək, S hər dəfə 2-yə vurur və i-nin qiymətindən cəmlənir. Yəni S bərabərdir. I-nin 0 qiymətində, yəni birinci dövrdə olacaq 4-ü vuracam 2-yə, olacaq 8, plus 0, yəni olacaq 8, düzdürmü? İndi i-nin 1 qiyməti ilə gedirəm dövr icra etməyə. S bərabərdir. 8-i vuracam 2-yə, 16, üstə gələk 1, olacaq 17. S bərabərdir. i-nin 2 qiyməti ilə dövrə gedəcəm. 17-ni vuracam 2-yə, olacaq 34, plus i-nin qiyməti 36 və 36 da cavab D variantı. 3 dövrümüz var idi və gövdə də 3 dəfə icra edilməlidir. Keçək növbəti suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, informasiya sözü yazılıbdır. Biz burada informasiya sözünü saymalıyıq. Çünki len saymaqdır və 1-dən başlayır sayır. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11, yəni mən burada 11 yazacağım, amma sadəcə i buradan 0-dan 10-a kimin qiymətlər alacaq. Və şərtimiz var. Deyir ki, sənin i-in 0-dan böyük olmalıdır və həmin i 2-yə tam bölünməlidir. Yəni, bu cütlük əlamətidir. Ədədin cütlüyü olanların biz həm də burada nəzərə almalıyıq. Düzdürmü? Amma bir yəndə düzdür, biz belə deyək də 0-ı burada nəzərə almayacağıq. Hər dəfə də is gedəcək orada AIO demək ki, məsələn, AIO demək ki, A 0 tutaq ki də, yəni 0-cı indeksdə dayanan biz simvolu toplamalıyıq. Amma şərt ödənsə təbii ki, burada indi 0 ödənməyəcək. Sadəcə olaraq bunu izah etmək istədim. Baxaq. İndi burada i-nin hansı qiymətləri var ki, ona kimi bu şərti ödənir. Yəni, söhbət 2-dən böyük, ona kimi olan cüt ədədlərin gedir. 2-dir, 4-dür, 6-dır, 8-dir, bir də 10-dur. Düzdürmü? Bu halda bu şərt ödənir. Və bu indeksdə duran, yəni burada bu mövqedə duran biz burada
hərfləri toplamalıyıq. Çünki sətr tipi də bilirik ki, toplayanda onlar birləşir. İndi gedək nömrəliyə. Nömrələmə sıfırdan başlayır, saymaq birdən başlayır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düzdürmü? İkinci mövqedə 4-cü, 6-cı, 8-ci, 10-cu mövqedə duran simvolları toplayacağıq. İkinci mövqedə nədir? F-dır. Onsuz da birbaşa yazacağım. Çünki sətir tipi toplananda onlar birləşir. Dördüncü yerdə durur R. Altıncı mövqedə durur A. Səkkizinci mövqedə durdu I. 10-cu mövqedə durdu A. Sonra bunlar toplandı və print də həmin dırnaqları yox edir və fra, i, a sözü alınır. Cavablarımızdan doğru variant B variantıdır. Keçək növbəti suala. Deməli, klaviaturaya daxil edilən natural ədəd üçün Python dilində yazılmış proqram nəyə çap edir? Təyinat da tapmalıyıq. Sadəcə olaraq bir dənə məqama yerinə yetirmək lazım ki, proqramı oxumaq lazımdır. Yəni düzdür, indi mən burada ədəd verib bunu həll eləyəcəm. Sadəcə olaraq çalışmaq lazımdır ki, o proqramın nə iş gördüyünü anlayaq. İndi mən bura şərtə baxıram. Bayaq bu haqda dedim. Bu ədədin cüt olmağın baxın bildirir. İndi mən tutaq ki, bura hər hansısa bir ədəd daxil edirəm. Məsələn, daxil edirəm ki, enə 278. Özümdən ixtiyari bir ədəd daxil eləmişəm. S-in başlanğıc qiymətini verilibdir. Həll edirəm bu proqramı. 278 böyükdür sıfırdan. Bəli, K bərabərdir. 278-i 10-a böləndə qalıq 8 olur. N bərabər olur 27. Tam hissədə 27. İndi mənə bir dənə şərtim var. Deyir ki, sənin o K-n, yəni bu qalıq 2-yə böləndə 0-a bərabərdir. Yəni belə deyək də, o qalıq cütdürmü? Deyirəm, bəli. S-ə vuracam K-ya. Nə olacaq? S olacaq 1-i vururam. 8 olur, 8. Əla. Gedirəm indi növbəti şərti yoxlamağa. 27 böyükdür sıfırdan, bəli. Və mən K-nı tapıram. 27-ni 10-a bölünməsinə alınan qalıq 7-dir. Elimizdə bərabər olacaq 2. Şərt ödənirmi? 7 2-yə böləndə qalıq 0-dırmı? Xeyr, yəni bu tək ədəddir, bölünmür. O zaman artıq mənim S-im icra olunmur. Birbaşa qayıdıram yenidən şərti yoxlamağa. 2 böyükdür sıfırdan, bəli. K bərabərdir. 2-ni 10-a böləndə, üzr istəyirəm, yəni K bərabərdir. 2-ni bəli 10-a böləndə qalıq 2. N də bərabərdir. N-i 10-a böləndə tam hissə olur 0. İndi yenidən bir if yerinə yetirilməlidir. Bu şərt ödənir. Çünki cütdür. Bizdə 2 S-i vuracam K-ya. S-imiz 8 idi. Vururam K-ya eləyir 16. Və şərtimiz artıq ödənmir və mən S-ini aldım 16. İndi baxıram bu proqram nə iş gördü. Baxın, N 278 daxil eləmişdim və bu 278-dən biz 8 ilə 2-nin hasilini tapdıq. Yəni daxil edilmiş ədəddən cüt rəqəmlərin hasilini tapır. Baxsaq varianta, burada say deyir, say deyil bu. Əslində say olması üçün S-in başlanğıc qiymətini 0 verməli idi. S bərabərdir. Burada o zaman S plus 1. O zaman say olardı. Cüt rəqəmlərin hasili cavab B variantı. Həndəsə ortalıq bir şey yoxdur. Tək ədəd deyil. Həndəsə orta deyil. Cavab B variantı. Keçək 5-ci sual nümunəsinə. Blok sxemlə təsvir olunmuş alqoritmin Python dilində təsviri hansıdır? Biz alqoritm video izahlarında bu haqda danışmışdıq. Demişdik ki, bu ümumiyyətlə ön şərtli dövrdür. Şərt öndədir və bu dövrün gövdəsidir. Nə qədər ki, şərt ödənir, o zaman dövrün gövdəsi icra olunmalıdır. Yəni, bu söhbət burada while operatorundan gedir. Ön şərtli dövr operatorudur bu. İndi burada sadəcə olaraq biz bunu Python dilində yazmalıyıq. Məqsəd bilirsiniz burada nədir? Bu alqoritmin strukturunu müəyyən eləmək. Baxsaq, bunlar təbii ki, iç daxil edilənlərdir başlanğıcdan. Məsələn, indi mən bunu yazacağım, x bərabərdir 0-ı daxil eləmişik, y bərabərdir 4, Pythonda bir forma ulduzdur, x və artıq mən şərtimi bildim ki, while'dır, while, düzdürmü? Y kiçikdir 24, şərtdən sonra
2 nöqtə və gövdə sağ tərəfdə yazılacaq. Yəni biraz. O zaman olacaqdır. X bərabərdir. Sadəcə olaraq heç nə yerinə qoyub yazırıq. Y bir 102. Düzdürmü? Y bərabərdir. 4 vuraq 2. Və e, sərbəstdən yazacağım print Y. Print Y. Vəssalam. Yəni verilmiş bu alqoritmi sadəcə Python dilində yazdıq. İndi verilmiş variantlara baxaq. Burada düzgün deyil, yəni Y unudulubdur. Verilmiş bu strukturdan belə cavab B-dir. Digərlərinə baxsaq, C-də if veribdir, D-də for in range ilə verilibdir. Amma Y-yə baxsaq, Y-də gövdədə problem var. Çünki 4 plus x yazıbdır, amma 4 plus x deyildi, y plus 2 idi. Keçək 6-cı sual nümunəsinə. Python dilində yazılmış proqram nəyi təyin edir? Təyinatdır. Baxsaq görək. Deməli, bizdə başlanğıc K verilib 5-dir. Demək, bizdə nə zaman biz yox deyərik? K böyük bərabərdir 26 olanda. Düzdürmü? İndi gəlin tapaq görək neçə dənə dövr gedərik. Başlanğıc qiymət verilibdir. 5 plus 4. Burada x bilsiz nədir? Dövr sayını tapmaqdır. Böyük bərabərdir 26 yazmalıyam. Çünki mən çıxmalıyam axı ki, yox deyim, görüm dövr sayı nə qədərdir. Burada 4x böyük bərabərdir 21. E, Düzdürmü? X da böyük bərabərdir 5 tam 4də 1. Yəni burada tam qiymət nə olur? 6. Deməli, məndə ümumi 6 dəfə dövrüm icra edilibdir. Əla tapdıq. İndi bu bilsiz nəyi hesablayır? Ümumiyyət ədədi silsilədir və çünki hər dəfə 4 vahid artır və başlanğıc qiymətdə verilibdir. Başlanğıc qiymətdə nədir? 5-dir də. Neçə dəfə biz dövr tapdıq? 6. Deməli, bu ümumiyyətlə ilk 6 həddin cəmini tapmalıdır. Düzdürmü? İndi birinci həddi nə oldu? 5. Silsilə fərqi verilibdir 4 və ədədi silsilənin ilk 6 həddinin cəmini tapan bir proqramdır. Birinci həddi 5, silsilə fərqi 26-cı hədd deyil, 7-ci hədd deyil, 25-ci hədd deyil. Baxsaq cavabımız E variantı. Keçək 7-ci sual nümunəsinə. Deməli, klaviaturadan 124 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Proqramın strukturuna baxsaq, əslində proqramın nə iş gördüyünü bilmək olur. Çünki hər dəfə qalığını tapır və qalığı ona vurur, n-lə cəmləyir və getdikcə də onun vahid üz üstə 10 dəfə azaldır. Aha. Deməli, 124 fərqlidir sıfırdan və böyükdür sıfırdan, okey. N bərabərdir. X-in ona bölünməsindən alınan qalıq. Nə olur? 4. Y bərabərdir. Y-i vuracam ona, onsuz da 0 eləyir. Çünki başlanğıc qiymət 0-dır, plus 4. Olur 4. X də bərabərdir 12. Getdik. 12 fərqlidir sıfırdan və böyükdür sıfırdan. Bəli, n bərabərdir. 12-ni ona böləndə qalığımız 2 düşür. Y bərabərdir. Y-i vuracam. Ona olacaq 40. 40-ın üstünə n gələcəm. Olacaq 42. X də bərabər olacaq 1. 1 fərqlidir sıfırdan və böyükdür sıfırdan. N bərabərdir. X-i böləcəm ona, qalığını tapacam, olacaq 1. Y də bərabərdir. Y-i vuracam ona. Y-in 42-dir. Ona vuranda 420 eləyir. Üstünə 1 gələcəm. Olacaq 421. X da bərabərdir. 1-in ona bölünməsindən tam hissə 0 edir. 0 fərqlidir 0-dan. Xeyir və şərt ödənmir və mən artıq dövrü sonlandırmalıyam. Y-i 421 aldım. Cavablarımızdan D variantı. Bu proqram daxil edilmiş ədədi tərs ardıcıllıqla yazan bir proqramdır. Yəni, əslində bu proqramın təyinatı budur. Keçək 8-ci sual nümunəsinə. Deməli, proqrama baxaq. Başlanğıc qiymət verilibdir. Belə deyək, belə bir proqram veriləndə çalışmaq lazımdır K-yı özümüzdən ədəd verək. Amma
biraz kiçik ədəd verək ki, çünki zaman önəmlidir. Məsələn, verirəm 4. K-ya 4 verdim və burada K olacaq 5. Təbii ki, burada 5 olsa da belə K bir vahid artmana baxmayaraq i burada yalnız 1-dən 4-ə kimi qiymətlər alacaq. 1, 2, 3, 4. Deməli, mənim ümumi dövrüm 4 dəfə işləyir, düzdürmü? İndi burada 4 dəfə işləyirsə, məndə T və S-ni soruşur da. Gəlin görək nə iş görür. Əslində proqramın nə strukturunda olduğunu mən bu gövdədən gördüm. Açıq yazaq. T bərabərdir. T-nin üstünə 1 gələcəm. 0 idi, olur 1. S bərabəri S-ni vuracam i-yə. Və nəyə soruşursa həmişə çalışmaq lazım ki, onu açıq şəkildə yazaq ki, daha tez oxuyaq proqramı. S-ni vuracam i-yə. I-nin 1-dir, S-də 1-də olur 1. Düzdürmü? Bu i-nin 1 qiymətindir. Gedirəm i-nin 2 qiymətində. T-ni bir vahid artıracam. T olacaq 2. İndi artıq ikinci dövrü yerinə yetirirəm. S bərabərdir. Vuracam 2-yə. Yəni 1-i vuracam 2-yə. Düzdürmü? Gedirəm i-nin 3 qiymətində. T bərabərdir. T-ni bir vahidə atıram. T olur 3. S bərabərdir. 1 vuraq, 2 vuraq, 3. Və nəhayət T-nin, i-nin 4 qiymətində T-ni tapıram. T olur 4. S də bərabərdir. 1 vuraq, 2 vuraq, 3 vuraq, 4. İndi bu ümumiyyətlə T saydır. Nəyə sayı daxil edilmiş bir deyişdə ədədin sayını tapdı. Çünki necə mən tutaq ki, bura 4 daxil eləmişdim, 4 də oldu, yəni saydı. Bəs S nə iş gördü? S isə birdən, baxın, 4-ə kimin ədədlərin hasilini tapdı. İndi burada variantlarda baxsaq, 1-dən K plus 1-ə qədər xeyr. Çünki mən K-ya 4 daxil eləmişəm və 4-ə qədər də icra elədim proqramı. Burada variantlara çıxırıq. 1-dən ixtiyari K ədədinə kimin ədədlərin sayını və fərqini. Burada fərqli bir şey yoxdur. 1-dən K ədədinə dək K daxil olmaqla ardıcıl ədədlərin sayını və hasilini. Cavabımız E variantı. Keçək 9-cu sual nümunəsindən. Python dilində yazılmış proqramın nəyi təyin edir? Proqramı oxuyaq. Deməli, ümumiyyətlə, belə suallarda çalışmaq lazımdır ki, proqramı lakonik şəkildə icra etmək. Necə taparam mən burada dövr sayını? Baxın, görürəm ki, x burada son dəfə 9 ilə dövrə gedəcək. Çünki kiçik bərabərdir. Amma x-in burada başlanğıc qiyməti 0-dır. Yəni, mən burada 0-dan rahat 9-a qədər qiymətləri qoyub həll edəcəm. Dövr sayını tapmaq üçün nə edərəm? 9-dan çıxaram 0-ın, plus 1-i gələrəm. Deməli, məndə dövr sayım 10 dənədir. Yəni, 10 dəfə mən dövrü gövdəsini icra etməliyəm. Tapdımmı dövr sayını 10. İndi burada nə baş verdi? Y-i soruşur da. Y nə iş gördü? İndi burada sadəcə olaraq bir dənə məqama diqqət etmək lazımdır ki, burada K-nı hər dəfə istifadəçi özü klaviaturadan daxil edibdir və həmin o 10 dənə ədədi cəmləyirsən. Yəni ixtiyari mən bir 10 dənə, çünki 10 dənə niyə daxil edirəm? 10 dəfə mən dövrü gövdəsini icra etməliyəm. Və istifadəçi də K-dan ixtiyari bir 10 dənə ədəd daxil eləyəcəkdir və hər dəfə də Y-in onsuz da başlanğıc qiyməti 0-dır cəmləyəcək. Yəni bu daxil edilən ixtiyari 10 tam ədədin, niyə tam dedim? Int tamdır. Tam ədədin cəmini hesablayır. Məqsəd burada dövrün sayını tapmaq və bu K-nın nə iş gördüyünü bilməkdir. Yəni bu ixtiyaridir. Baxsaq, ardıcıl ola bilməz. Nəyə görə? Çünki bəlkə mən birinə 10, birinə 30 daxil eləyəcəm. Yəni ardıcıllıq bir şey yoxdur. Daxil edilən ixtiyari 10 tam ədədin cüt olanları cüt deyil. Çünki ixtiyaridirsə mən bura tək ədəd daxil edə bilərəm. Daxil edilən ixtiyari 10 tam ədədin cəmini. Bəli, cavabımız D variantı 9 deyil. Keçək 10-cu sual nümunəsinə. Python dilində yazılmış proqram nəyi təyin edir? Baxaq. Ümumiyyətlə, burada mənim şərt hissəsindən baxıb proqramın nə iş gördüyün
görə bilirəm. Bu təklik əlamətidir. E, Yəni deməli məndə burada ənddir deyə burada bir tək ədədlərdən də gedəcək söhbət. Təbii ki, mən bura bir ədəd daxil edib onu icra edəcəm. Prosto nəyə görə deyirəm? Lakonik şəkildə demək istəyirəm ki, yəni proqramın qısa şəkildə oxuya bilək. İndi bu isə bölək i bərabərdir 0 isə bu daxil edilmiş ədədin bölənlərinin tapmaq üçün, yəni tam bölünürmü? Yəni bölənlərinin sayını tapmaq üçün. İndi mən bura enə məsələn nə daxil edeyim? Məsələn, enə mən bura daxil edirəm 12. İndi hər dəfə gedib 12 dövrünü niyə getmir ki? Yəni çox vaxt aparar da, yəni təsəvvür edin hər dəfə i bir vahid artır. Burada i-nin qiymətləri e, hər dəfə 12 ilə müqayisə olunacaqdır. Yəni i-ni 12-yə kimi qiymət ala bilər. İndi sənə deyir ki, bu i-nin, yəni 1, 2, 3, 4, yəni verilmiş o i-nin 1-dən 12-yə qədər qiymətlərindən hansı olan 12 həmin qiymətlərə tam bölünür. Düzdürmü? Və eyni zamanda həmin o bölənlər hansı təkdir? İndi bu daxil edilmiş n natural ədədlərinin tək bölənlərinin sayını tapmaq üçün. Çünki k da hər dəfə bir vahid artır. Çünki i burada məsələn 12-ni daxil eləmişəm, düzdürmü? 12-ni 1-ə bölürəm, qalıq 0-a bərabərdir, bəli. Və 1-i 2-yə böləndə 1-dir, bəli. Və k-nı bir vahid artıracam, k olacaq 1, düzdür? i gedib növbəti 2-ni alacaq. 12 2-yə böləndə qalıq 0-a bərabərdir. Amma 2-ni 2-yə böləndə bizə 1-i vermir. O zaman k bir vahid artmayacaq. Gedəcək i-nin 3 qiymətini alanda 12 3-ə bölünəcək və biz 3-ü 2-yə böləndə qalıq 1-ə bərabərdir. K-nı bir vahid artıracaq, k olacaq 2. Yəni söhbət proqramda bundan gedir ki, ancaq sən tək bölənlərinin sayını tapmalısan. Ona görə də biz baxsaq variantlara, tək rəqəmlərinin sayı, xeyr, tək rəqəmlərinin sayı deyil, tək bölənlərinin sayı. Cavab C variantı. 11-ci sual nümunəsi. Python dilində yazılmış proqram nəyi təyin edir? Əgər bizdə ümumi fərqi yoxdur, indi burası 8-liyi deyibdir. Burada əgər mənim daxil edilmiş ədədim hansısa bir, məsələn, 8-ə bölüb qalıq tapılırsa və eyni zamanda 8-ə bölünüb tam hissə götürülürsə, bu ədədin, yəni onluq ədədin 8-lik sayı sisteminə çevrilməsidir. Bura indi 8 verilib, bu 6 da ola bilər, 16 da ola bilər, e, eyni zamanda 5 də ola bilər, fərqi yoxdur. Gəlin indi bir dənə ədəd qoyaq, çox böyük ədəd qoymayacağım. Məsələn, A-ya verirəm 19. D də baxın, bura sətir tipindədir. 19 böyükdür 0-dan, bəli. 2 bərabərdir. 19-u biz 8-ə bölündə tam hissə düşür. Üzr istəyirəm, qalıq hissə düşür 3, düzdürmü? A da bərabərdir. Tam hissə düşür isə 2. Əla. Və D bərabərdir. Baxın, bunun tamı idi, amma bizdə bunu artıq nəyə çevirəcək? Stringə. Plus D. D də boşdur. Birləşəndə onsuz da eyni şey alınır. İndi təzədən gedirəm, müqayisə edirəm. 2 böyükdür 0-dan, bəli, 2 bərabərdir. 2-ni 8-ə böləndə biz qalığımız nə düşür? 2 düşür. A-da bərabərdir. A-nı 8-ə böləndə tam hissə 0 düşür və D bərabərdir. Baxın, birinci 2 üstə gedir sonra D. Yəni ki, 2 plus 3. Və bunlar da birləşir, olur 2, 3, düzdür. Və print D-də dırnağı yox eləyir, olur 2, 23. İndi 19 daxil eləmişdim. Aldım 2, 3. Təbii ki, biz belə deyirik ki, 8-lik say sistemini 23 deyə bilmirik. Gedib biz çevirsək belə, doğrudan da 8-ə bölsək, 2 dəfə 16 və 2, 3 qiyməti almış oluruq 8-lik say sistemində. Deməli, baxsaq variantlara, cavabımız C variantı. Onsuz da elə onluq bir dənə C variantı da rahat görmək olur.
Təbii ki, indi bura 8-liyi verilir. Bayaq dediyim kimi burada 2 də verilə bilər, 5 də verilə bilər. 12-ci sual nümunəsi klaviaturadan 2456 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Hmm, Deməli, vailə baxırıq, görək. Burada vail hər dəfə qalığı götürür və n. N burada ədədi sayacaqdır. Və bu dövrün gövdəsi icra olunur. Bu isə sərbəst hissədir. Sonda bir dəfə icra olunur. Əslində bu proqramı indi mən geniş şəkildə yazacağam. Bu n hər dəfə verilmiş rəqəmləri elə bil ki, sayını tapmaq üçün istifadə olunur. K da əvvəldən x-ə bərabərdir. Bu nüansı da unutmayaq. Gedək. A bərabərdir. Böləndə biz buna qalığımız olur 6, x də bərabər olur 245 və n-imiz də olur 1. Düzdürmü? Gedirəm təzədən şərtim ödənir, A-nı tapıram. A bərabərdir. 245-i ona böləndə qalıq hissə 5 düşür. E, Tam hissə isə x də bərabərdir 24 düşür. N də bərabər olur 2-yə. Təzədən gedirəm. 24 böyükdür sıfırdan. Bəli, A bərabərdir. 24-ü ona böləndə qalıq hissəmiz 4 düşür. X bərabər olur 2-yə. N də bərabər olur 3-ə. Sonra şərti yoxlayıram. 2 böyükdür sıfırdan. Bəli, A bərabərdir. 2-ni ona böləndə qalıq hissə 2. X də bərabər olur 0. Çünki 2-ni ona böləndə tam hissə 0 düşür. N də bərabər olur 4. Şərtim artıq ödənməyəcək. Çünki mən x kiçik bərabəri 0-da dövrdən çıxmalıyam və artıq x-i 0 aldım. Və indi dövrüm sonlandı. Gedirəm sərbəsti bir dəfə icra etməyə. Və məndə k-nın başlanğıc qiyməti bayaq dedim ki, x-ə bərabərdir. Yəni, mən artıq k bərabərdir. K-nın başlanğıc qiymətini yazıram burada. Plus 5 vuraq. Baxın, burada diqqət edək ki, bu məqam var. Birinci qüvvət üstü yerinə yetirilir. Yəni 5 vuraq. Onun üstü 4. Çünki qüvvət üstüdür bu. Düzdürmü? Bu da elədiyi 50 min. 50-nin üstünə 2456-nı gələcəm. Yazaq. 50 min üstünə yazaq. Yəni birbaşa yazacağım. Düzdürmü? Yazdıq. Və bu vurulur 10-a. Vurulur 10-a. Və plus 5. Elə bunu birbaşa yazam. Varmı belə bir variantlarda? Cavabımız elə E variantı. Sadəcə yerinə qoyub hesablamaq lazımdır. Keçək növbəti sual nümunəsinə. 13-cü sual nümunəsi. Deməli, klaviaturadan 16432 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Proqramda baxıram burada icra olundu 100-ə bölünəndə tam hissə götürülübdür 164. Əla. Və baxın 10 ilə müqayisə var. Burada 10 ilə müqayisə varsa, deməli burada 164-də son 16 ilə gedəcəkdir, şərti yoxlayacaqdır. Çünki ilk rəqəm artıq burada nəzərə alınmayacaq. Və hədiyyəcə dövrü icra edəcəkdir, 16-nı 10-a böləcəkdir, 1 qalacaqdır, 1 ondan böyük olmayacaq. Yəni, indi bunu mən açıq şəkildə yazacağım. Sadəcə olaraq bu proqram, yəni söhbət buradan gedir, bax, bu hissədən gedir. Bu ilk rəqəmi nəzərə almır. İlk nəzərə alınmır, çünki 10 ilə müqayisə var. Sıfırdan olsa, yəni ilk rəqəm nəzərə alınacaq təbii ki. Burada amma 10 ilə müqayisədir. İndi açıq şəkildə yazaq. 164 böyükdürmü ondan? Bəli, Q bərabərdir. 164-ü 10-a böləndə qalıq 4 və S bərabərdir 4. X də bərabərdir 16. Düzdürmü? 16 böyükdürmü ondan? Bəli, Q bərabərdir. 16-nı 10-a böləndə biz qalığımız 6 olur. S bərabərdir. S-in üstünə Q gələcəm. Eləyir 4-ün üstünə birbaşa yazıram 6, 10 eləyir, S 10 eləyir. X də bərabərdir 1 eləyir. 1 böyükdür ondan. Deyirəm ki, yox. Və artıq mənim dövrüm sonlandı. S-in qiymətini istəyirdi. S-i aldıq 10. İndi əslində belə baxanda bu 5 rəqəmlə dərddir də. Bu proqramın təyinatını oxusaq, son 2 rəqəm nəzərə alınmır və ilk
rəqəmi nəzərə alınmır. Son 2 və 2 rəqəmindən başqa olan ədədlərin bu cəmin tapdı, bu da 10-dur. Amma burada böyükdür 0 versəydi cavabımız 11 verərdi. Bunu 10 yazsaydı cavabımız deməli 14 edərdi. Çünki artıq sonuncu nəzərə alınmazdı. Müxtəlif versiyalarda verə bilər. Keçək 14-cü sual nümunəsinə. Verilmiş proqram 30 ədədini çap etməsi üçün S dəyişəninə mənimsədilən qiyməti müəyyən edin. Deməli, mən sonda 30 almalıyım. İ'nin neçə dəfə dövrü olduğunu tapaq. 0, 1, 2, 3, 4. Düzdür? İndi, baxın, hər dəfə nəyə vurulur? 2-yə vurulur. Bilmirəm, S-in başlanğıc qiyməti nədir? Amma mən sonda 30 almalıyım. Yaza bilərəmmi X? Püyüz. Onsuz da mən hər dəfə i-ni 2 mislini tapıram da, bu sıfırı saymıram, çünki sıfır edəcək. 1-i vururam 2-yə, eləyir 2. Üstə gələk. 2-ni vururam 2-yə, eləyir 4, püyüz. 3-ü vururam 2-yə, eləyir 6, püyüz. 4-ü vururam 2-yə, eləyir 8, bərabərdir, mən 30 almalıyım. Düzdür. Bu da eləyir x püyüz. Deməli, 20 bərabərdir 30. X də bərabərdir 10. Cavabımız 10 olur. A variantı. Keçək 15-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. S-in başlanğıc qiyməti verilibdir, unutmaq olmaz. I 0, 1, 2, 3 dəfə dövrümüz baş verəcəkdir və hər dəfə də S vurulacaq 2-yə püyüz i-nin qiymətini. 3 dəfə dövrümüz. Gəlin icra edək. 6, 10-sa 0 heç nəyə dəyişmir. Deməli, S bərabərdir. İndi i-nin bir qiymətini 0 icra edirəm. I-nin bir qiymətini gedib dövrün gövdəsini icra edirəm. 6-nı vururam 2-yə. 12, 12-nin üstünə 1 gələcəm. Olacaq 13. İndi gedirəm, i-nin 2 qiyməti ilə dövrümü icra edirəm. S bərabərdir. 13-ü vururam 2-yə, eləyir 26, püyüz və 2-ni gəlirəm üstünə, olur 28. Cavabımız edir 28 C variantı. Keçək 16-cı sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. K bərabərdir. K deməli buradan 3-dən ta ki 7-yə kimi qiymət alacaq. İndi baxın, şərtdə mənə deyir ki, sən ancaq yer 2-yə böləndə, yəni bu fərqlilik işarəsidir, sıfırdan fərqli. Yəni burada bizdən məqsəd K ancaq tək olanda S-i 3 vahid artıracaq. İndi K-nın burada tək qiymətləri hansılardır? 3-dür, yəni bu aralıqda, 5-dir, bir də 7-dir. Düzdürmü? Deməli, 3 dəfə dövrün bu gövdəsi icra olunacaqdır. Olacaq cavab 9. Yəni 3 dəfə, hər dəfə 3 vahidi artırılır. Pü 103 bərabərdir 9 və yaxud da 3 vuraq 3 kimi də biz bunu təbii ki, beynimizdə avtomatik hesablaya bilərik. Keçək 17-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, K 2-dən ta ki 12-yə kimi qiymətlər alacaq. İndi gəlib if şərtindən tapaq görə bizdən nə istəyir? Baxın, bu əlamət həm 3-ə bölünsün, həm 2-yə bölünsün. O deməkdir ki, yəni sənin K-n 6-ya bölünən ədəd olsun. Eyni zamanda həm 3-ə bölünməlidir, həm də 2-yə bölünməlidir. İndi burada 2 və belə deyək də 12 aralığında biz 6-ya bölünən ədədi tapmalıyıq. Bu təbii ki, bir 6-dır, bir də nədir? 12-dir. Yəni başqaları tam bölünmür. İndi 6 və 12-nin 3 mislini tapacağım. S-in başlanğıc qiyməti 0-dır, onsuz da nə isə dəyişmir. 3-ü vuracağam 6-ya 18 üstə gələk. 3-ü vuracam 12-yə eləyəcək 36, düzdürmü? Bunu da cəmi eləyəcək 54. Variantlardan cavabımız A variantı. Keçək 18-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, biz kiçik bərabər olanda dövrdən çıxmalıyıq. Yəni, x, y hasili 0 və yaxud da mənfi olduqda biz dövrdən çıxmalıyıq. İndi burada bir dənə bir şeyə nəzər yetirsək, görürük ki, x və y hər dəfə qiymət dəyişir və o sıfırla müqayisə olunur.
və x hər dəfə 4 vahid azalır və y də hər dəfə 2 vahid azalır. Mənim də qiymətim dəyişməsi bu x və y-in hasilindən asılıdır. İndi mən baxıram ki, bu proqramın uzun getməyim, qısa gedim. Nə zaman mən x-i hasildir də, düzdürmü? 0 və yaxud da mənfi ala bilərəm. Və mənim başlanğıc qiymətim verilibdir. Mən fikirləşirəm ki, 4 vahid azalır, biri də 2 vahid azalır. Deməli, mən 20-dən çıxsam, e, neçəni ki, 0 və yaxud da mənfi qiymət alam, elə 0 ilə müqayisə edə bilərəm. Yəni, mən 5 dəfə onsuz da dövr getsəm, yəni 20-dən mən 20 çıxsam, 0 alıram. Düzdürmü? Onsuz da 0 alsam, mən avtomatik olaraq buna yox deyəcəm. Yəni mən burada dövrümün gövdəsini 5 dəfə icra edirəm, 0 ala bilirəm. Deməli burada 5 dəfə dövrüm icra olundu. Bunu tapdım. Çünki sıfırı bilirəm nəyə vursam sıfır eləyir. Heç mənfini görməsək də olar. Çünki sıfırı nəyə vursam mən sıfır ala bilirəm də. Heç mənfiyə ehtiyac yoxdur. İndi bunu mənfi söhbətini ona görə dedim ki, bəzən elə bir nüans ola bilər ki, orada birbaşa sıfır yox, çıxanda mənfi ədəd alına bilər. Ümumi danışdım oradan. İndi tapdığımı dövr sayın əla. Y-in soruşur. Y-in başlanğıc qiyməti 15 idi. Çıxıram, 2-ni vururam 5-ə, çünki 5 dəfə 2 çıxmalıyam. Olacaq 10 və cavabımız olacaq 5C variantı. Keçək 19-cu sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxaq, başlanğıc qiymətlər verilibdir. Biz dövrü tərk etmə necə tərk edərək? Böyükdür 60 olanda, düzdürmü? Baxaq, hər dəfə S4 vahid və N isə 2 vahid azalıbdır. Dövrün sayını tapmaq üçün nə etməliyəm? Yəni, mən burada dövrün sayını tapmaq üçün S bərabərdir. S-in başlanğıc qiyməti 10-dur. 10 plus 4x, baxın, 4x ona görə yazım, x dövrün sayını tapmaq üçün mənə lazımdır ki, bir dəyişən yazım ora. N bərabərdir. N-dən 30-dan çıxacam 2x-in. Və bunların cəmi böyükdür 60 olanda mən dövrə yox deməliyəm. Cəmləyək. Yəni 10 plus 4x plus 30 minus 2x böyükdür 60-dır ki, mən bu bərabərsizliyi həll edeyim ki, dövr sayını tapım. Olur 2x, burada 40 eləyir, bunu da keçirdən bu tərəfə eləyir 20, x də böyükdür 10 və x-in 10-dan böyük qiyməti 11. Deməli, mənim dövrümün gövdəsi 11 dəfə icra ediləcəkdir və artıq məndən nəyə soruşur? S-i soruşur. S bərabərdir. Başlanğıc qiyməti 10-dur və 10 plus 44, 11-ə vuracam. Çünki 11 dəfə icra olunacaq. X-in qiymətini baxın, gətirib burada yerinə qoyuram. Bax, burada yazaq, fərqi yoxdur. 10 plus 44 bərabərdir 54. 54. Cavabımız olacaq 54. Var mı? Cavab E variantı. 20-ci sual nümunəsi. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan 675 ədədi daxil edilərsə nəticəni müəyyən edin. Baxsaq, bayaq dedim bu haqda, ümumiyyətlə bu daxil edilmiş ədədi 8-liyə çevrilir. Amma sadəcə olaraq bizdə müəyyən bir içsi if var orada, onları da yerinə yetirməliyik. Biz 675-i daxil edirik bura. Və 675-i biz 8-ə böləndə qalıq neçə düşər? Kalkulyatordan istifadə edək. 675 bölək 8 qalıq tam hissə 84 düşür. Biz onda 84-ü vuraq 8-ə. 84 vuraq 8 bərabər 672. Deməli, o zaman bizim burada qalığımız olur 3, düzdürmü? Çünki 672 idi, 675-dən çıxırıq 672-sin, qalır 3. Əla, y-imiz oldu 3. Və baxıram. Şərt ödənir, bəli. A-nı bir vahid artıracam. Buradan yazaq. A bərabərdir. Bir vahid artırırım. A-nın başlanğıc qiyməti 0 deyil, olur 1. İndi 3 böyük bərabərdir 2-dən. Bəli, B də bir vahid artacaq. B olacaq 2. Baxın, 1-dir. Baxıram.
İndi bitdi. Çünki iç-içə üflər hamısı yerinə yetirilməlidir. Nəyə görə hamısı yerinə yetirilməlidir? Çünki bu ödəndi, mən bunu da yerinə yetirməliyəm. Və deməli 675-i bayaq böldük 8-ə. Tam hissə isə nə düşmüşdü? 84 düşmüşdü. Yəni x bərabərdir 84. 84 bölgü sıfırdan bəli, y bərabərdir. 84-ü biz 8-ə böləndə tam hissə 10 düşür, qalıq hissə 4 düşür. Düzdür? İndi 4 kiçikdir 3-dən yox. Baxın, yox dedim deyə burada heç bir şey icra olunmayacaqdır. Və mən birbaşa avtomatik olaraq bura düşürəm. X bərabərdir. Bayaq dedik 10 qalır tam hissə və gedirəm təzədən şərti yoxlamağa. 10 böyükdür sıfırdan. Bəli. E, 10-u 8-ə böləndə qalığımız olur 2. Y2-dir. 2 kiçik bərabərdirmi 3-dən? Bəli. A bərabərdir. A-nı bir vahid artıracağım. A olacaq 2. 2 böyük bərabərdirmi 2-dən? Bəli. B də bir vahid artıracaq olacaq 3. İndi təzədən məndə son qiymət nə idi? X-in son qiyməti 10 idi, düzdürmü? 10-u bölürəm 8-ə tam hissə x bərabər olur 1. Bir dəfə yerləşdi. 1 böyükdür sıfırdan, bəli, y bərabərdir. 1-i 8-ə böləndə qalığımız 1 düşür. 1 kiçik bərabərdirmi 3-dən? Bəli. A bərabər. A-nın bir vahidi artıracağım. A olacaq 3. Çünki son qiymət 2 idi. 1 böyük bərabərdirmi 2-dən? Deyəcəm yox. Və icra olunmayacaqdır. X-ı, yəni 1-i 8-ə böləndə bizdə tam hissə nə olur? 0 olur. 0 sıfırdan böyük deyil. Dövrümüz yekunlaşdı. Və məndən nə soruşur? A plus B cəmin. A 3 idi. B-in də son qiyməti 3 idi. Bunların da cəmi 6 etmiş olur. Keçək 21-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Gəlin proqramı bir dənə oxuyaq. Deməli. Mhm. Deməli özümüzdən qiymət verək. Ee, Bir şey deyim. Əslində oxuyanda burada KP 101 veribdir. Baxın, əgər in range veribsə, çox böyük bir ədəd vermək məsləhət görmürəm. Çünki dövr sayı çox olacaq. Bu isə zaman itkisidir. Məsələn, mən kiçik bir ədəd verirəm. Məsələn, A-ya verirəm 5, B-yə verirəm 15. İndi məndə şərtimi yoxlayım. Kiçikdirmi A1 A2-dən? Bəli, K bərabər olacaqdı A1-ə. Yəni K mənim 5-ə bərabər olacaqdı. Baxın, və 5-in üstünə bir gəlirəm 6 eləyir və mən burada 1-dən 5-ə kimi davam eləməliyəm. Yəni mənim im 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i alacaq. İndi şərt nə deyir bizə? Bayaq bu haqda danışdım ümumiyyətlə dedim ki, əgər daxil edilmiş ədəd onun öz rəqəmlərinə bölünmək əlamətini bildirirdi. Bayaqlarım n bölək i bərabər 0 dedim ha. N də eyni şeydir. Və bir dənə də şərtimiz var. Deyir ki, A2 i-yə böləndə 0-a bərabər olsun. Bu da var. İndi baxırıq ki, bu verilmir. Yəni bu belə deyək də icra edək bir iki addım, sonra proqramın nə iş gördüyünü biləcəyik. Tez demək istəmirəm. Mənim A1-im neçədir? 5-dir. Düzdürmü? 5-i i-yə bölürəm. 1-ə böləndə 0-a bərabərdir. Bəli. Və A2-im 15 idi. 15-i də 1-ə böləndə 0-a bərabər oluram. Olur, bəli. Deyək ki, mən i-yə bərabərəm. Yəni 1-ə bərabərəm. İndi baxın, 5 nə 2-yə bölünmür, nə 3-ə bölünmür, nə 4-ə bölünmür də. Onsuz da ənddir deyə biri ödənmirsə, o birinə baxmağa ehtiyac yoxdur. Bir dənə 5 ancaq o 5-ə bölünür. 5-ə bölünür, bəli. 15 də 5-ə bölünür, bəli. Və D bərabər olur 5-ə. Mənim gövdəmin icrası sonlandı. Deyir, D bərabərdirmi 1-ə? Axı mən D-ni 1 almadım, 5 aldım. Dedim ki, xeyr və elsi icra eləməliyəm. Bəs D 1-ə bərabər olsaydı nə baş verərdi? D riyaziyyatda ümumiyyətlə qarşılıqlı sadə ədəd anlayışı var. Əgər iki ədədin belə deyək də, əbubu 1-ə bərabərdirsə, bu qarşılıqlı sadə ədəddir. Məsələn, biz 13, məsələn 19 götürsək, bunlar qarşılıqlı sadə ədədlərdir. Yəni bunların bir özünə bölünür, bir də 1-ə bölünür. Burada indi mən 5 aldım. Bu əslində nə iş görür bu proqram?
daxil edilən natural ədədlərin qarşılıqlı sadə olub olmadığını müəyyən edir. Əgər mən D-ni 1 alsaydım, yəni verilmiş bu daxil edilmiş ədədlərin heç biri e, yəni bir ortaq böləni olmasaydı, o zaman bunlar qarşılıqlı sadə ədədlər adlanardı. İndi mən elə bir ədəd verdim ki, təsadüfən, yəni təbii ki 15 5-ə bölünür. Yəni bu qarşılıqlı sadə ədəd deyil. Ona görə də burada biz tapmalıyıq qarşılıqlı sadə ədədlərin olub olmadığını. Baxsa cavabımız C bəndir. Yəni heç bir ortaq bölünəni olmayan ədədlər qarşılıqlı sadə ədədlərdir. Bu proqram onu icra edir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deməli, i 5-dən ta ki 14-ə kimi qiymət alacaq. Bu qədər dövrü getmək lazım deyil. Nəyə görə? Çünki if oxumaq lazımdır. İndi görək bu if-də bizdən nədir? Deyir, i 3-ə bölünsün. Deməli, bu 3-ə bölünür, qalıq 0-a bərabər olsun və eyni zamanda o ədəd tək olsun. Yəni, bu bayaq dedim ki, bu təklik əlamətidir. Deməli, 5-14 aralığında hansı ədəddir ki, hansı tək ədəddir ki, o 3-ə bölünür? Təbii ki, bu elə 9-un özüdür. Çünki 6 cüzədə heç ona baxmaram, tək ədəddən gedir. 9-dur ki, elə cavabımız B variantı çox rahat. 23-cü sual nümunəsi. Klaviaturadan 137 daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, bu bayaq dedik bunun icrasını dedik. Dedik bu ədədi tərs yazır. Elə bunu görmək olur ki, bu 731-dir. Amma yenə də biz açıq yazaq. 137 böyükdürmü 0-dan? Bəli, n bərabərdir. Qalığı tapacağıq, olacaq 7. Y də bərabərdir 0 + n 7. X də bərabərdir 13. Düzdürmü? 13 böyükdür 0-dan, bəli, n bərabərdir. Qalığımız 3 edir. Y də bərabərdir. Ona vuracam 7. 7-ni vuram ona 70. 70-in üstünə 3 gələcəm, olacaq 73. Yəni n-imiz bərabər oldu 73. X də bərabər olur 1. 1 böyükdür 0-dan, bəli, n bərabərdir. 1-i 10-a böləndə qalığımız 1 düşür. Y bərabərdir. 73-ü 10-a vuracaq. 730, 730-un üstünə 1 gələcəm, olacaq 731. X də bərabər olacaq 0. Şərt ödənmir və Y-imiz də 731 olur. Cavabımız A variantı. Keçək 24-cü sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxın, biz K-nı 3-dən ta ki 19-a kimi davam etməliyik. Amma bizim köməyimizə bax bu gələcəkdir. Şərt. Bayaq dedim bu haqda, bu 6-ya bölünmə əlamətidir. Yəni, bu aralıqda 3, 19 aralığında hansı ədədlər 6-ya bölünür? 6-dır, 12-dir, 18-dir. Düzdürmü? Və bunların 5 misli. Yəni, S bərabərdir 30 + 6-nı vurdum 5-ə, 30 aldım. 12-ni vurdum 5-ə. 12-ni 5-ə vuranda 60 eləyir. Plus 18-i də 5-ə vuranda 5 kərə 8-in 40, bu da eləyir 90. Düzdürmü? Bunların da ümumi cəmi 180 etmiş olur. Cavabımız A variantı. Bu nüans bizə çox kömək olur. Keçək 25-ci sual nümunəsinə. Deməli, klaviaturadan 15 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxsaq. Deməli, burada görək, sadəcə olaraq baxın, burada hər dəfə x-in üstünə y gəlinibdir və x-dan y çıxır. Yəni, belə bir paradoks yaranır ki, biz burada dövr sayın görə bilməyəcəyik. Yəni, məcburuq ki, bunu açıq yazacaq. Çünki yenə deyirəm, x-in dəyişmiş qiymətində yenidən o icra olunacaq. Yəni, belə deyək də, yeni qiymətində y çıxaracaqdır. Ona görə də mən burada məcburam ki, yazam açıq. İndi yazdıqca görək bəlkə alınacaqdır. Deməli, y-imizin başlanğıc qiyməti 3-dür və mən böyük bərabər olanda çıxmalıyam dövrdən, yəni 15 yazaq belə. İndi 2 x-dır.
Heç bunu yazmayım. Bu ikini indirəm yazıb. Deməli, 3 kiçikdirmi 15-dən? 3 kiçikdir 15-dən. Bəli. X bərabərdir. X-in üstünə y gələcəm. Olacaq 5. Və y bərabərdir. X-dan çıxacam y-i. X 5 idi, y də 3 idi. Oldu y 2. Baxın, görürükmü? O paradoks yaranır. Yəni ziddiyyət var. İndi gedirəm. Təzədən 2 kiçikdirmi 15-dən? Bəli. X bərabərdir. X-in üstünə y gələcəm. Olacaq 7. Y də bərabərdir. X-dan çıxacam y-i. Olacaq 5. Sonra gedirəm. 5 kiçikdir 15-dən. Bəli. X bərabərdir. X-in üstünə y gələcəm. Olacaq, son qiymətləri həmişə icra edirik. Olacaq 12. Y də bərabərdir. 12-dən çıxacam 5-in. Çünki x-dan y çıxaram. Olur 7. 3 vahid artır. Yenidən 2 vahid artır. Sonra yenidən gedirəm şərti yoxlayıram. 7 kiçikdirmi 15-dən? Bəli. X bərabərdir. Cəmləyirəm, eləyir. 12-nin üstünə 7 gələcəm, eləyəcək 19. Y də bərabərdir. 19-dan çıxacam nəyi? 7-sin y olacaq 12. Təzədən gedib şərti yoxlayıram. 12 kiçikdir 15-dən. X bərabərdir. Bunların cəmi 31 eləyir. Y də bərabərdir. 31-dən çıxacam. Y-in son qiymətin olacaq 19. Və 19 kiçikdirmi 15-dən? Deyirəm, yox, dövrüm sonlandı. X-in son qiyməti 31, Y isə 19-dur. Baxın, yəni deyirəm, burada icra etdikcə də fikir verdim. Dövr sayını tapmaq mümkün deyil. Çünki X yeni qiymət alır. Sonra yenidən həmin o yeni qiyməti dən Y çıxır. Ona görə də dəyişənin dəyişmiş qiymətləri halı var burada. Cavabımız var idimi? Cavabımız elə E variantı. Keçək 26-cı sual nümunəsinə. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxsa, proqramın, bayaqların biz bu haqda danışdıq. Baxın, ondan böyükdürsə, bu götürülməyəcək birinci. Və bu da, onsuz da izah elədik bayaq. Deməli, bu hissə isə, bu daxil edilmiş, tərs ardıcılıqla yazacaqdır. Yəni, olacaqdır bu 257. Açıq yazacağım yenə də, amma sadəcə çalışmaq lazımdır ki, proqramı oxuyaq. İlk rəqəmindən başqa digər qalan hissəni tərs yazır. Amma burada 0 versiyi təbii ki, bu əldə tərsinə yazan bir proqram olardı. Gəlin icra edək. Şərt ödənir təbii ki. Q-nü tapsam, Q bərabərdir. Olur 2. S bərabərdir. S-i vuracam 10-a. 0 idi və üstünə gəlirəm Q-nü, olur 2. Və n-imiz nə olur? N-imiz olur 375. Gedirəm. 375 böyükdür ondan. Bəli, Q-nü tapıram. Q bərabərdir. Ona böləndə qalığımız 5-dir. S bərabərdir. S-i vuracam 10-a. 2 idi, 20 üstünə 5 gələcəm. Olacaq 25. Və n-im də nəyə bərabər olacaq? 37-yə. 37 böyükdürmü ondan? Bəli, Q bərabərdir. 37-ni 10-a böləndə qalığımız 7. S-i vuracam 10-a. 250-dir. Vururam ona. Üzr istəyirəm. 25-dir. Vururam ona. 250 eləyir. 250-nin üstünə 7 gəlirəm. Olur 257. N də bərabər olur 3. Artıq şərt ödənmir və S istəyir. Olur 257. A variantı. 27-ci sual nümunəsi. Deməli, Python dilində yazılmış proqramın icrasından sonra çap olunacaq ulduz simvollarının sayını tapmalıyıq. Əla. Bunu geniş şəkildə yazın. Mənim burada deyəcəyim bir məqam nə var? Baxın, bu hissə bizi belə deyək də yayındıra bilər. Əslində bu hissə boşluq simvollarını bildirir. Yəni verilmiş say qədər boşluq qoyacaqdır. Yəni bizə boşluq simvolunu soruşmur. Bizə ulduz simvollarının sayını soruşur.
Düzdür, bu printin icrası zamanı biz bunu Python-da tətbiq etsək, o boşluğu görəcəyik. Amma sadəcə simvolların sayını tapmaq istəyirəmsə, heç mən bunu yerinə yetirmərəm bu proqramın həllində. İ'nin alacağı qiymətlər, burada i'nin alacağı qiymətlər 1-dən 5-ə kimidir. Düzdürmü? İndi mən gedib 5-dən 1-ini çıxacam, qalacaq 4. 4-ü boşluğa var. Proqram 4 bir də deyək də 4 dənə boşluq qoyacaqdı. Və boşluğu onsuz da mən bu sətir tipi ilə bir toplayanda onlar birləşəcəkdir. Yəni boşluğun burada bir önəmi yoxdur. Yenə deyirəm, məndə ulduz simvolların sayını soruşur. Və i hər dəfə 2-yə vurulur. Yəni i bu parametrə nəzər yetirsək, i hər dəfə 2-yə vurulur. Yəni 1 vurulur 2-yə, i'nin qiymətləri nə olur? Birbaşa yazıram. 1 vurulur, olur 2, 4, düzdürmü? 6, 8, 10. Yəni bu verilmiş aralıqda bunun 2 mislini tapdım. Onsuz da sətir ədədə vurulanda həmin sətir ədəd qədər təkrarlanır. Daha doğrusu sətir deməyək, simvol deyək. Sətir nə idi? Simvol ədəd qədər təkrarlanır. Yəni burada 2 dənə ulduz yaranacaq burada. Burada 4 dənə ulduz yaranır. İndi mən alt-alta yazıram ki, geniş şəkildə. Əslində bunlar alt-alta deyil. Yəni qarşı-qarşıyadır. Yəni belədir. Python belə göstərəcək bunu. E, Sadəcə lakonik həllini demək istəyirəm. Sayını göstərirəm burada. İndi mən burada o ulduzları hazır bunları cəmləyərəm. Ulduz sayını tapmış olaram. Yəni açıq şəkildə niyə yazım? Bunların da cəmi deməli 30. Bu qədər sadə. Cavabımız B variantı. Cavabımız B variantı. Burada da işarə eləyəcək. Keçək 28-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Allah. Rahat bir sual nümunəsidir. M bərabərdir. M-i vuracam ona 0-dır. Plus N-in 100-ə bölünməsindən alınan qalıq 44. Yəni M-imiz olur 44. N də bərabərdir. Böləndə biz həmin rəqəmi, yəni 2244-ü 100-ə tam hissə 22 düşür. Düzdürmü? 22 fərqlidir sıfırdan, bəli. M-imiz bərabərdir. M-i vuracam ona, olacaq 440 plus 22-ni 100-ə bölündə qalıq olur 22. 22. Və m də olur 462. Və n-imiz bərabər olur 0. Çünki 22-ni 100-ə bölündə tam hissə 0-dır. 0 da 0-dan fərqli deyil. Bizdən nəyə soruşur? M-i soruşur. 462. Cavabımız D variantı rahat bir sual nümunəsidir. Keçək 29-cu suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-nın başlanğıc qiyməti 2-dir. Və i nə alır burada? I 1-i alır, 2-ni alır, 3-ü alır, 4-ü alır, 5-i alır. Və hər dəfə i-nin bir qiymətində, yəni i-nin bir qiymətində a gedəcək nə olacaqdır? A olacaqdır 4, düzdürmü? i-nin 2 qiymətində bunun təzədən cəmləyəcək olacaq 8. 3 qiymətində 16, 4 qiymətində 32, 5 qiymətində 64. Və bilirik ki, A sonda ümumiyyətlə 64-ü alıbdır və 64 də çap olunur. Cavabımız C variantı. Rahat. Keçək 30-cu sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N'imiz 24'dür, 25. Deməli, i'miz 1-dən 24-ə kimi qiymət alır və təbii ki, bu qədər yolu getməyəcək. Çünki proqram nə iş görür artıq bayaq dedim. Bu proqram ədədin bölənlərini bildirir, bölünmə əlamətini bildirir və ədədin bölənlərini sadəcə olaraq cəmini tapır. Vəssalam. Yəni proqramın nə iş gördüyünü bildim, rahat cəm tapa bilərəm. Mən bura 24 və 24-dən yazsam, hər dəfə icra eləsəm, mənim nə qədər vaxtım gedər. Ondan sonra, onu biləndən sonra nə edirəm? Bu i, bu bölünmə əlamətdə bölənlərdir. İndi 24 bu i-nin içində hansı ədədlərə bölünür? Onları cəmləyəcəm. Yəni, s bərabərdir, 0-ı yazmıram.
24 1-ə bölünəcək, 2-yə bölünəcək, 3-ə bölünəcək, 4-ə bölünəcək, 6-ya bölünəcək, 8-ə bölünəcək, 12-yə bölünəcək, bir də özünə bölünəcək. Düzdürmü? Və mən bunların cəmini tapıram. Vəssalam. Deməli, 3, 6, 10, 16, 24. Deməli, bu da eləyir 60. Cavabımız varmı? Cavabımız B variantı. Rahat. Sual nümunəsi idi. Yəni deyirəm, bu proqramın nə iş gördüyün biləndən sonra həlli tapmaq çox rahatdır. Keçək 31-ci sual nümunəsinə. Aha, bu isə bunun tərsidir. Amma burada sadəcə olaraq bir dənə fərq var ki, burada sayacaqdır. Burada cəmini tapırdı, burada isə sayır. Amma hansı aralıqda? 3 19 aralığında. Yəni mən 3-19 aralığı, yəni bu i-nin alacağı qiymətləri düzdürmü? İndi bu i birdən fərqlidir. Burada i-dən fərqlidir. Əslində biz nədir? Burada cəmini tapırdı. Burada bunun tərsini, sayını tapacaqdır. E, yəni bu cüt ədədlərin sayını tapacağıq burada. Cəmindən fərqin odur ki, burada sayını tapırıq. Bu daha rahatdır. İndi i-nin verilmiş 4'dür, 6'dır, 8'dir, 10'dur, 12'dir, 14'tür, 16'dır, bir də 18'dir. Düzdürmü? 1, 2, 3, 4, 5, 6, 7, 8. Cavabımız A variantı. Bu cəmin tapdı, bu isə onun sayını tapdı. Bir də bir şey deyim, bəzən elə ola bilər ki, bu başlanğıc qiymət 0 verilməz, başqa bir qiymət verilə bilər ki, yəni ona da diqqət etmək lazımdır. Keçək 32-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, biz buradan nə edirik? Nə zaman çıxarıq dövrdən? X böyük bərabərdir M olanda bizim dövrümüz sonlanır. Və mən dövr sayını tapmalıyam. X-in başlanğıc qiyməti verilibdir 5-dir. 5 plus. Baxın, bu 1-dir. Hər dəfə bir vahid artır. Yəni, mən də bura yazıram A. A burada 1 A yazmaq yəni düzgün deyil də. Çünki 1 onsuz A-ya vuranda A edir. Dövrümün sayını tapmaq istəyirəm. Böyük bərabərdir. M də nədir? 60-dır. Düzdürmü? A böyük bərabərdir 55. İndi mən burada A bərabər, deməli, ümumi 55 dövr sayım var. Məndən nəyə soruşur? X-i soruşur. X-in başlanğıc qiyməti 5 idi. 5-in üstünə gələcəm 55-i. Çünki 1-i 55-ə vuranda 55 eləyir də. Yəni A-nın olsa biz 55 tapmışıq. Bu isə 60. Cavabımız A variantı. Keçək 30-cu sual nümunəsinə. Python dilində yazılmış proqramın natural n ədədi üçün nəyi təyin edir? Baxaq. Bayaq mən bu haqda da dedim. Sadəcə olaraq bu hissə belə deyək də cütlük əlamətini bildirir və bunu tapandan sonra bir dənə də şərt görməliyik. İndi o şərti biz nə zaman görəcəyik? Nə vaxtda ki bu dövr bitəndən sonra. Gəlin bir dənə mən bunu geniş şəkildə izahını verim. Pythonda özümüz istənilən bir ədəd daxil edə bilərik. Yəni mən daxil edeyim. Məsələn, çox böyük ədəd daxil eləmirəm 13-ü. İndi 13-ü 2-yə böləndə 13-ü 2-yə böləndə qalıq 0-a bərabərdir. Dedim, yox. İndi bir dənə də digər bir ədəd üçün verəcəm. Sadəcə olaraq bütün mümkün versiyaları demək istəyirəm. Və mənim bu şərtim ödənməyir. Mən ifə düşürəm. Deyir, m bərabərdirmi 1-ə? İndi mən bunu heç nə icra edə bilmədim də. N də 1-ə bərabər deyil. Xeyr. Yəni bu proqramın belə nə iş gördüyünü tam aydın edə bilmədim. İndi gedək N-ə bir dənə də başqa bir rəqəm verirəm. Verirəm 14. 14-ü 2-yə bölürəndə qalıq 0-a bərabər deyir. Deyirəm ki, hə, n bərabər deyir. 14-ü 2-yə böləndə tam hissə olur nə? 7.
və qayıdıb şərti bir də yoxlayıram. 7 2-yə böləndə qalıq 0-a bərabər deyirəm yox. Və dövrüm sonlanır. En 7-dir. 7 1-ə bərabəri deyirəm yox. Yenə ala bilmədim. Yəni tək də verəndə, cüt də verəndə ala bilmədim. İndi gəlin gedək bir dənə elə bir rəqəm verək ki, biz onu içinin qüvvət üstündə olub olmadığı göstərək. Məsələn, enə verirəm, bir dənə 8 ədədi. İndi gedirəm. 8-i 2-yə böləndə qalıq 0-a bərabərdir. Bəli, n olur 4. 4-ü 2-yə böləndə 0-a bərabərdir. Bəli, n bərabər olur 2-yə. 2-ni 2-yə böləndə qalıq 0-a bərabərdir. Bəli, və n-i tapıram. 2-ni 2-yə böləndə tam hissə olur 1 və 1-i 2-yə böləndə qalıq 0-a bərabər deyil. Və n-i mən 1 aldım. Sonra deyir ki, 1 1-ə bərabərdir. Bəli demişəm və çap olunubdur. Amma bayaqlarım tək də ədəd verdim, cüt də ədəd verdim. Heç birində ödənmədi. Yəni mən xeyir çap etmiş oldum. Amma getdim bir dənə 8 ədədini verdim. Çünki burada 2-yə bölünmə əlaməti var. Hər dəfə gedir 2-nin tam hissəsini götürür. Bu cüt olub olmadığını da yoxlayır da. Cüt də qoydum ödəmədi. Amma getdim bir dənə də qüvvət üslü bir ədəd verdim. Və bu ədədin nəyə hesablayır? 2-nin qüvvəti olub olmadığını doğrudan da 8 2-nin kubu deməkdir. Cavabımız D variantı. 34-cü sual nümunəsinə baxaq. Deməli, natural ədədlər üçün qeyd olunub belə bir proqram. Sadəcə olaraq bizə deyir ki, proqramın nəticəsi dəyişməməsi üçün 2, 3, 4 sətirlərin əvəzinə. Deməli, mən bura elə bir hal yazmalıyam ki, birbaşa bunu ödəsin. Deməli, fikir versək, hər dəfə n nə ilə müqayisə olunub? 5 ilə müqayisə olunub da. Yəni 5 tutaq ki, böyük bərabərdir. 5 demişəm, okey. N bərabərdir. Tutaq ki, 5-dən 5-ini çıxmışam, olub 0. Düzdürmü? İndi baxın, mən burada hər dəfədə 5-i çıxıram. Deməli, məsələn, 5 verməyim, gedim, verim başqa bir rəqəm. N bərabər olsun 7. 7 böyük bərabərdir 5-dən, bəli. Və 5-in çıxana qalır 2. 2 böyük bərabərdir 5-dən, deyirəm ki, yox. Və dövrüm sonlandı və mən 2-ni çap elədim. İndi baxın, mən burada 5-i ödənsəm də 0-ı çap elədim. İndi 2 dənə fərqi göstərəcəm sizə. Nəyə görə? Onsuz da 5-i mən 5-ə böləndə qalıq nə alır? 0 alıram, düzdürmü? Amma bu 2 mənə bir dənə də göstərir ki, sən 7 daxil eləmişdin. 7-dən nə aldın? 2-ni aldın. Mən deməli 7-ni 5-ə böləndə nə almışam? 2 almışam da. Demək bu nəyi bildirir? Bölünmə əlaməti. Yəni n-in 5-ə bölünmə əlamətin bildirir. Bəzən çox adam bunu gedir, bu cür birbaşa belə yazır ki, elə bilir 5-ə tam bölünmədir. Sadəcə olaraq o 5-ə tam bölünmə olmadığı üçün həm mən 5-i özüm daxil eləmirəm, həm də 5-dən, yəni mən bura 3 də daxil edə bilərəm, amma bu şərt ödənməyəcək axı, 3 böyük bərabər deyil. Ümumiyyətlə mən while dövrünə giriş edə bilməyəcəm. Minimum 5 daxil elədim. Minimum. 5-dən sonra da istənilən bir ədəd daxil etsəm, mən onu yenə də qalaq tapmış olacağam. Yəni bunu bundan fərqini görmək üçün dedim. Cavabımız isə C variantı. Keçək 35-ci sual nümunəsinə. 35-ci sual nümunəsindən biz alqoritm izahında demişdik. Ümumiyyətlə, bunun buluq sxemində demişdim. Demişdim, bu əbobun tapılmasıdır. Yəni, sadəcə olaraq nə qədər ki, A B-dən fərqlidir, A-dan çıx B-ni, əgər ödənmirsə B-dən çıxanı. Yəni, bu böyük rəqəmlərlə icra etməyin bir mənası yoxdur. Bu proqram əbobun tapılmasıdır və 720 ilə 150-nin əbobu deməli 30 olacaqdır. Cavabımız olacaq A variantı.
Yəni bunu addım-addım icra etmək də olar. Yəni bu çox vaxt aparır. Sadəcə bu proqramı artıq oxumaq lazımdır və alqoritmdə biz bunun izahını vermişdim. Hətta orada həllini də yazmışdım. Keçək 36-cı sual nümunəsinə. Təyinatdır. Gəlin bu təyinatı tapaq. Mhm. Deməli, input. Demək, klaviaturadan biz özümüz bir ədəd daxil eləməliyik və ya ədəd deyirəm, üzr istəyirəm, bir simvollar daxil eləməliyik. Çünki input biz bunu bilirik ki, sətir tipində ə, belə deyək də qəbul edəcək. Gəlin bir dənə nə yazağını, çox böyük bir söz yazmaq istəmirəm. Gəlin yazağın salam. Salam. Daxil edirik salam. Düzdürmü? Və S1-in başlanğıc qiyməti sətir tipindədir və biz bunu sayacağıq. Salamı sayırıq 5 simvol və birin çıxacaq olacaq 4. Deməli, i-miz olacaq 4. Və hər dəfədə əslində proqramın nə iş gördüyünü tutdum. Yəni, çox rahatdır əslində. Sadəcə olaraq geniş şəkildə demək istəyirəm. E, 4 böyük bərabərdirmi sıfırdan? Bəli. S1 bərabərdir. S1-in üstündən baxın, boş sətirdir. Eləcəm S-ini. İndi baxın, gedək yazaq bunu geniş şəkildə burada. Salam. Nömrələmə həmişə sıfırdan başlayır. 0, 1, 2, 3, 4. 4 böyük bərabərdirmi sıfırdan dedim və deyir ki, S1 üstə gedək SI. Baxın, bu plus SI S4 deməkdir. Yəni ki, gedəcəm 4-cü mövqedə duran simvolu yazacağım. Bu da olacaqmı? Onsuz da bu birləşir olur dırnaqdamı? Və gedirəm, i-ni bir vahid azaldıram. i olur 3. 3 böyük bərabərdir sıfırdan. Bəli. S1 bərabərdir. S1-in üzərinə. S1-im nə idi? M idi. M. Üstə gələcəm. S-ini, yəni üçüncü mövqedə duran A-nı. Bunlar birləşir, olur M, A. Sonra yenidən i, bir vahid azalır, i olur 2. 2 böyük bərabərdirmi sıfırdan? Bəli. S1 bərabərdir. S1-in üzərinə M, A üstə gələr. Baxın, S ikinci açıq yazaq. Olacaq, nə durur? El hərfi. M, A plus E bərabərdir. Bu da yazaq. Birləşir. Sonra i bir vahid azalır. i olur nə? 1. 1 böyük bərabər sıfırdan bəri. S1 bərabərdir. Üstünə. İndi baxın. Birinci mövqedə nə durubdu? A-da. Düzdürmü? Yazıram A. Biraz sürətlənək və bunlar birləşəcək. Və nəhayət bir vahid azalır, i olur nə? 0. 0 böyük bərabər sıfırdan bəli. S1-in üzərinə yenə də, yəni bunun üzərindən gəlirəm 0-cı S idi. Plus S. Və bu da birləşir olur malas. Baxın, salam sözü daxil eləmişdim və onun nəyi? Tərsi. Ə, malas sözü çap olundu. Yəni bu sətri tərs ardıcıllıqla çap edən proqramdır. Cavabımız C variantı. Amma yəni biz bunu görə də bilirik ki, əgər birincinin üzərinə və hər dəfə də bir vahid azalırsa, deməli bu geri addım atır da. Yəni birinci bu, sonra bu, sonra bu. Deməli bu verilmiş simvolu tərsinə yazır. Cavabımız C variantı. Keçək 37-ci sual nümunəsinə. Python dilində yazılmış proqram nəyi təyin edir? Yenə də bunu açıq yazın. İstəyirəm hər bir şeyi geniş şəkildə izah edeyim.
Gəlin proqramı oxuyaq. Baxın, while-dı. Biz sıfıra böyükdükcə icra edəcəyik, amma burada yenə də bizim qarşımızda bir şərt var. Bu nəyi bildirir? Təklik əlamətini bildirir. Düzdürmü? Təklik. Və ədəd tək olanda hər dəfə bir vahid artırır. Amma tək olmayanda, deməli nə olanda, cüt olanda isə cəmlir. Cəmləyir, yəni. Gəlin tapalım. Bir dənə özümüzdən ədəd verək. Məsələn, aya verirəm 376 və şərt ödənir, bəli. K bərabərdir. E, olur mənim qalığım nə? 6. Düzdürmü? A da bərabərdir. Olur 37. İndi bir dənə şərt gördüm. Deyir ki, sən Kaan təkdirmi? Yəni 2-yə bölündə 1-ə bərabərdirmi? Dedim ki, yox. Baxın, çünki ödənmir, nəyə düşürəm? Elsə düşürəm. Çünki 6 cütdür. S-in üstünə K gələcəm. K neçədir? 6-dır. Sonra gedirəm təzədən şərti yoxlamağa. 37 böyükdür sıfırdan, bəli. K bərabərdir. 37-ni 10-a böləndə alınan qalığım 7-dir. A da bərabərdir 3-dür. Tam hissədə 3-dür. Şərt görürəm. 7 2-yə böləndə 1-ə bərabərdir. Bəli, M deyir ki, mənə bir vahid artır. M bir vahid artırdım 1. If yerinə yetirildi deyə biz elsə baxmırıq. Gedirik indi şərti yoxlamağa. 3 böyükdürmü sıfırdan? Bəli. K bərabərdir. 3-ün 10-a bölünməsindən alınan qalıq 3-dür. A da bərabərdir. 3-ü 10-a böləndə tam hissəmiz olur 0. İndi şərt görürəm. 3-ü 2-yə böləndə qalıq 1-ə bərabərdir. Bəli. M-i bir vahid artırıram. M olur 2. Və mənim artıq A-m 0 idi. 0 sıfırdan böyük deyil. Dövrüm sona çatdı. İndi mən nə iş gördüm? Baxın, M-i 2 aldım, S-i 6 aldım da. Burada daxil etdiyimiz ədədə baxsaq, burada 2 tək rəqəmlərin sayıdır. 6 isə verilmiş rəqəmin özüdür. Yəni, indi mən burada başqa bir 8 də yazsam, mən gedib bunu da cəmləməliydim. Yəni, olacaq da burada 14. İndi qısa yazdım əslində. 3 rəqəmli ədəd daxil elədim. Yəni, mən burada 4 rəqəmli ədədi daxil edə bilərəm. Yəni, bu verilmiş proqram klaviaturadan daxil edilmiş tək ədədləri sayır, cüt ədədlərini isə cəmini tapır. İndi baxıb variantları analiz edək. Cüt ədədlərin rəqəmlərinin cəmi, bəli, cavabımız C variantı. Təkləri saydı, cütləri isə cəmini tapdı. Belə. Məsələn, burada yazsaydı ki, K bölək 2 bərabərdirmi 0? O zaman belə deyək də, biz burada cütləri sayardıq, təkləri cəmləyərdik. Yəni, belə də verilə bilər. Yəni, əsas məqsəd proqramın strukturunu bilməkdir. Keçək 38-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Baxın, burada mən i deməli 10-dan 99-a kimi qiymət alır. Və hər dəfədə qalıq tapır, tam hissə tapır. Amma mənim if-də burada verilmiş bir şərtim var da. Mənə deyir ki, A plus B bölək 2 bərabərdir 0-dırsa, i-ni çap elə. Yəni, məndə burada nə baş veribdir? Söhbət təbii ki, 2 rəqəmli ədədlərdən gedəcək. Yəni 10-99 aralığı 2 rəqəmli ədədlərdir. Amma burada A, məsələn, gedirəm özümdən bir dənə ədəd üzərində deyəcəm də. Məsələn, buraya daxil edirəm 23, özümdən bir dənə ədəd daxil eləmişim. Tutaq ki də, B də olsun, bu olsun A, bu da olsun, məsələn, B də olsun 43. Düzdürmü? Özümdən ədəd daxil eləmişim. İndi A-nın 23-ü biz ona böləndə qalığımız nə olacaq? 3 olacaq. Bir də B-imiz olacaq 4. İndi baxın, 3-ün üstünə 4 gələndə 7 deyir. Axı bu bölünmədir. Amma məsələn, başqa bir ədəd daxil edə bilərəm. Məsələn, A-ya daxil edərəm 44, B-yə daxil edərəm 66. Düzdürmü? Burada
Məndə nə olar? 4 olar qalığım, tam hissəmdə 6 olar. Bunların cəmi mənə nə verir? 10-u verir və 12-yə bölünür və print i-ni çap edir. İndi bu nədir? Nə iş görür proqram? Sadəcə rəqəmləri cəmi, yəni 4-ün üstünə 6 gəldim cüt ədədi. Rəqəmləri cəmi cüt olan iki rəqəmli ədədləri bildikdə çap edir. İndi mən bunu fərqli-fərqli ədədlər üçün demişəm. Əslində bunu məsələn fərqli-fərqli ədədlər üzərində dedim, yəni işin ədəd daxil edim. Təbii ki, biz bunun əslində ən rahat yolu bilirsiniz necədir? Sadəcə daha geniş şəkildə demək istədim ki, niyə görə rəqəmləri cəmi? Məsələn, iki dənə rəqəm üzərində dedim, ha, yəni fərqli-fərqli. Məsələn, deyirəm ki, i e, daxil edirəm 88-i. Bir də i daxil edirəm 77-ni. İndi A bərabərdir. İndi bu strukturla gedəcəm. Yəni verilmiş bu proqramla. Bayaqlarım ümumi mən versiyada danışdım. Buna əsasən. İndi baxın. Nə olacaq burada? Qalıq 8 olur. B nə olur? 8 olur. Əla. Cəmi 16 bölünür. Mənə deyir ki, i-ni çap elə. Çap eləyəcək nəyi? 88 sapa gedəcəkdir. İndi burada 7 olur. Tam isə 7 olur. İndi baxın. Yəni A bərabərdir 7, B də bərabərdir 7. Düzdürmü? Bunun rəqəmləri cəmi neçə eləyir? 14 eləyir də. 14 də 2-yə böləndə, yəni bu pirin 77 də çapa gedir. İndi burada bilirsiz məqsəd nədir? Ədədin cüt və yaxud da tək olduğu və yaxud da mürəkkəb və yaxud sadəlikdən heç bir əsər əlamət yoxdur. Yəni sən sadəcə olaraq bu verilmiş aralıqda, indi sırf bu proqramın üzərinə köklənirəm. Bu verilmiş aralıqda i-nin ala biləcəyi bu qiymətlərdən, iki rəqəmli qiymətlərdən rəqəmləri cəmi cüt olan iki rəqəmləri cəmin tapacaqdır. Yəni ki, onların cəmi olan ədədləri çap edəcəkdir. Daha doğrusu elmi dildə desəm, rəqəmləri cəmi cüt olan iki rəqəmli ədədləri çap edir. Yəni 77 tək ədəddir, mən daxil elədim. Amma söhbət burada AB cəmindən gedir. Mən bayaqlarım getdim, başqa-başqa qiymətlər verdim. A-ya da fərqli verdim, qiymətlər B-yə də fərqli verdim. Orada məsələn rəqəmləri cəmin aldım. Yenə rəqəmləri cəmi çıxdı meydana ki, A böləndə sıfır alınırsa mən onları çap eləyəcəm. Amma sırf bu proqramın icrasına kökləniriksə, izahına kökləniriksə, burada i-imizin aldığı qiymət 10.99 aralığıdır. 10.99 aralığında, yəni iki rəqəmli ədədlərdən içərisində rəqəmləri cəmi cüt olan rəqəmləri çap edir. Cavabımız E variantı. Əslində mən bayaqların verdiyim o AB özümdən qiymət vermişdim ki, sadəcə o rəqəmləri cəmləməyi nüansını göstərə bilim. Amma sırf bu proqramın icrası, yəni bunun həll metodikası i-nin ala biləcəyi bu parçada, yəni 10.99 parçasında olan ədədlər üzərində gedir. Yəni sırf bu izah onun üzərində gedir. Keçək 39-cu sual nümunəsinə. Klaviaturadan 12 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın icrasını tapmalıyıq, müəyyən etməliyik ki, baxıram, başlanğıc qiymətləri var və hər dəfə A-nın üstünə B gəlib, B-dən çıxıb A-nı və klaviaturadan 12 daxil edilib F-ə. Yəni B böyük bərabərdir 12 olanda biz dövrdən çıxmalıyıq. İndi burada baxın, bu nədir? Yəni A-nın üstünə, gəlin bunu o tərəfdə yazım. Əslində bu Fibonacci sırasıdır. Proqramın gedişatından onu görmək olur. Sadəcə indi burada verilmiş ədəd kiçikdir də, yəni elə ola bilər ki, böyük ədəd verilə bilər. Fibonacci sırası nədir? Yəni birinci ədədlərin ikinci ədədin cəmi üçüncü ədədi verməlidir. İkinci ilə üçüncü ədədin cəmi, yəni 3, sonra bunun cəmi mənə 5 verməlidir. Sonra bu 8 verməlidir, 13 verməlidir, bu 21 verməlidir. Yəni bu ardıcılıqla gedir. Birinci ilə ikincinin cəmi mənə üçüncü ədədi verməlidir. Fibonacci sırası budur. Bu isə bu proqramda Fibonacci sırasını bildirir.
İndi məsələn mən bu qədər addımı getmək istəmirəm. Çünki bu həqiqətən bəzən 12 verməz, gedər nə bilim 19 verər, 25 verər. Sadəcə olaraq bu sıranı bilib bu proqramı rahat yolun getmək olar. İndi mən son olaraq B nə zaman dövrdən çıxa bilər? B məndə 12 və yaxud da ondan böyük rəqəmlərdən çıxa bilərdi. Amma Fibonacci sırasında 12 yoxdur, 13 var. Deməli, baxın, B sonda 13 almalıdır ki, mən dövrdən çıxa bilim. İndi məsələn, birçi gediş gedim. Deyirəm ki, B-im nədir? 1. 1 kiçikdirmi 12-dən? Deyirəm ki, bəli, A bərabərdir A-nın üstünə B gələcəm. Olacaqdır A 2. B bərabərdir. A-dan çıxacam 1-in. 2 idi, 2-dən 1-in çıxıram 1-i. Düzdürmü? Gedirəm indi təzədən B-ni. 1 kiçikdirmi 12-dən? Deyirəm ki, hə, A bərabərdir. A-nın üstünə B gələcəm. A olacaq nə? 3. B nə olacaqdır? A-dan da çıxacam B-ni. A-nın son qiyməti 3-dür. 3-dən çıxıram 1-i olur 2-ni. İndi gedirəm. 2 kiçikdirmi 12-dən? Deyirəm, hə, A bərabərdir. A-nın üstünə B gələcəm. Olacaqdır 5. Və B də bərabərdir. A-dan çıxacam B-ni. Olacaq 3. Baxın, A-nı 2 aldım, 3 aldım, 5 aldım. Hətta bir dövrdə geçsəm 8 alacam. Deməli 3 kiçikdirmi 12-dən? Deyirəm ki, bəli, A bərabərdir. A-nın üstünə B gələcəm. Olacaq 8. B də bərabərdir. A-dan çıxacam B-ni. Yəni olacaq 5. Baxın, 2-nin üstünə 3 gəldim 5. Yəni mən bu Fibonacci sırasını alıram. Düzdürmü? Yəni mən B-nin qiymətini avtomatik olaraq bildim ki, 13-dür. 13-dür. İndi mən belə deyək də, e, A-nı necə almışam? Axı A bərabərdir. A plus B olubdur. Yəni mən əvvəl nə toplamışam? 8-in üstünə də nə gəlmişəm? Yəni ki, A-nın son qiyməti olub ki 13, 13-ün üstünə də 8 gəlmişəm ki 21-i ala bilim. Yəni mənim A-m 21-dir, B-im isə 13-dür. Yəni bu sıranı bilirsənsə artıq bunu tapmaq daha rahatdır. Yəni bu qədər addım getmək bizim çox zamanımızı alır. Sadəcə olaraq B-nin sonda hansı dəyərlə dövrdən çıxacağını bilirəm. Bildim ki, Fibonacci sırasında 12 yoxdur. Çünki 12 ilə də çıxa bilərəm dövrdən. 13 var. Okey, 13 ilə çıxıram və A da əvvəl cəmləmə baş veribdi. Yəni olub ki 21. Vəssalam, cavabımız olacaq 21, 13, 39 B variantı. Proqramı təhlil edib görmək olur. Keçək 40-cı sual nümunəsinə. Deməli, bizdə yenə də bir dənə while dövrü var, içində if var. Baxaq. Baxıram burada i-nin qiyməti i böyükdür 3 ilə müqayisə olunubdur. E, deməli, və hər dəfədə i bir vahid azalıbdır. Yəni 15-dən biz nə zaman dövrdən çıxarıq da i kiçik bərabərdir 3 olanda, düzdürmü? Yəni mənim iyim, gedim bunu o tərəfdə izahım verim. Çünki burada ola bilsin səliqəsiz alınacaq. Oy, bir dəqiqə. Bunun lakonik yolunu deyəcəm sizə. Deməli, baxsaq, i ümumiyyətlə ta ki i kiçik bərabərdir 3 olanda dövrdən çıxmalıyam. Yəni 3 götürülməyəcək burada və hər dəfədə təsəvvür edin 15-dən mən 3-ə kimi, yəni son 4-ə kimi bu proqramı icra eləsəm zaman yetməz buna. Düzdürmü? 15-dən mən davam eləməliyəm 4-ə kimi. İndi məndə burada nə köməyimə gəlir? If yenə də. Bu hissə nəyi bildirir? Bu hissə 2-yə bölündə sıfırdan fərqlidirmi? Təklik əlamətini bildirir. Və əgər təkdirsə cəmlə. Amma cütdürsə say. İ'nin qiymətlərini yazıram 15. Deməli
14, 13 belə yazaram da, düzdürmü? İndi burada hansı e, rəqəmlər, ədədlər daha doğrusu təkdir. Yəni i'nin bu versiyası 13, 15-dir, sonra 13-dür, o 11-dir, 9-dur, 7-dir, 5-dir və sonda dayanıram. Çünki artıq belə deyək, səbəb nədir? Çünki 3 özü götürülməyəcək. Çünki 3 böyükdürmü 3-dən deyəcəm yox və mən e, dövrdən çıxacam. Bunların cəmi tapmalıyıq. Tapaq bərabərdir. Deməli 15-in üstündən 13 gəlsən 28, 39, deməli 48, bu da eləyəcək 60. Əla. Deməli mənim esim oldu nə? 60. İndi i-nin ümumi yerdə qalan qiymətləri hansılar idi? Yəni cüt qiymətləri. 14 idi, sonra 12 idi, 10 idi, 8 idi, 6 idi, 4 idi. Düzdürmü? E, Neçə dənə də oldu burada? 6 dənə. 6 dənə də e, bunu tapdıq. Yəni ki, nəyi tapdıq? Biz K-nı. K da bərabərdir 6-ya. Əslində burada məsələn i-nin dövrlərin sayını tapandan sonra biz təklərin sayını tapandan sonra ki, neçə dənə təkdir, yerdə qalanları da tapa bilirik. Rahat tapa bilərik. Yəni dövr sayını biləndən sonra. Sadəcə mən geniş yazdım ki, niyə elsə hansı qiymətlərlə düşürük? Bu qiymətlərlə düşürük. Çünki burada təkdir, düzdürmü? Burada isə cüt qiymətlərlə. Cüt qiymətlərində yəni i-nin 14, 12, 18, 6, 4 qiymətlərində biz if-də i-yə yox deyib elsə düşəcəyik. Mən sadəcə geniş şəkildə izah verdim. Amma ümumi lakonik olaraq burada dövrlərin sayını taparam. Yəni ki, neçə dənə dövr varsa i-nin, oradan mən cəmi tapandan sonra ki, e, məsələn, belə deyim də, 15 çıxaq 4 plus 1 bərabərdir. 12 dənə ümumi dövr sayım var. Düzdürmü? 12 dövr getmək mənim nə qədər zamanımı alar. Yəni bu 12 dənə dövrün 6 dövrü cəmin deyir deyə mən bura cəmin yazdım. 6 dənə dövrü təkdirsə, yerdə dənə 6 dənə cüt dövrü qaldı. Yəni ki, heç mən burada bunları yazmağa zaman da ayırmaram. Belə imtahanda. Yəni buradan da rahat bu yolu etmək olar. Gedək PDF-də yazaq. Bunun cavabımız, deməli cavabımız B variantı olmuş olur. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah da davamın növbəti video izahlarda verəcəm. Hər birinizə uğurlar arzu edirəm. Hələlik.